Salam. Sizinlə əlaqə saxlayırıq Sistem Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Lazım gələrsə fasilə verə bilərsiniz. Daha diqqətlə öyrənilən şirkətin bütün göstəricilərinə baxmağı təklif edirik. İndi isə şirkətin cari fundamental göstəricilərini təhlil edək. Monarch Casino and Resort Inc. Ticker MCRAVO. Bu icmal 1 iyul 2025-ci il tarixinə olan cari məlumata əsaslanır. Təsnifata görə Guru Markets Korporasiya Monarch Casino and Resort alt kateqoriyaya aiddir. Leysur Erates təhlildə 28 təşkilat iştirak edir. Son qərarları videonun sonuna yaxın görəcəyik. Şirkətin balı 10 baldan 7 baldır. Alt kateqoriya üzrə orta nəticə mənfi 0,3 baldır. Geniş baxsanız, bütövlükdə bütün fond bazarında. Bütövlükdə bütün fond bazarı üzrə orta nəticənin 1,8 bal olduğunu görürük. Şirkət üçün 7 ballıq reytinqə qarşı Monarch Casino and Resort. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Monarch Casino and Resort Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görəcəyik. Monarch Casino and Resort Inc. 28,1%lik dəyişiklik göstərib. 37,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Monarch Casino and Resort 1,6 milyard dollar təşkil edir. Alt kateqoriyanın bazar kapitallaşması 181 milyard dollardır. Şirkətin balans dəyəri 0,53 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 30 milyard dollardır. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Monarch Casino and Resort Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 0,883% təşkil edir. Balans dəyəri 1,803% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil edilən şirkətin 0,16 milyard dollar borcu var. Borcun balans dəyərinin 3%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 16,7-dir. Alt kateqoriya üçün orta qiymət 75,3-dür. Alt kateqoriya təşkilatları ilə müqayisədə bazar dəyərinin mənfəətə nisbəti çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 96 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 96 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 3-dür. Alt kateqoriya üçün orta qiymət 2,4-dür. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi (TOLE) mənfi 0,5 bal. Son 12 ayda gəlir 530 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir şərti olaraq 530 milyon dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 18,2%, alt kateqoriya üzrə orta hesabla 3,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 1,13% təşkil edir. Bu, bazar kapitallaşma payından 28% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği 550 min dollardır.
və alt kateqoriya üçün $704.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər işçiyə düşən mənfəəti $33,000. Alt kateqoriyada orta $9,400. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $181,000. Alt kateqoriya $299.000. Alt kateqoriya göstəriciləri ilə müqayisədə hər işçinin reytinqi üzrə satış keçərli 0 bal. Satış əməliyyatlarının həcmi 1,6%, alt kateqoriya üzrə orta hesabla 4,6% təşkil edir. Göstərici rəası 14 şirkət üçün %62 səviyyəsini göstərir. Monarch Casino and Resort. Alt kateqoriya üçün bu səviyyə 66%dir. Şirkətin cari səhm qiyməti təxminən $86,400. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $87,99. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəli səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi tərəfindən bu mövsüm tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhm təhlilinin nəticələrinə əsasən Monarch Casino and Resort, Inc. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Səhm üçün $86,44 bahalaşmaq üçün açıldı. Sövdələşmə açıqdır, çünki şirkət nisbətən yüksək qiymətə malikdir. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə yanaşmasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 98,81 səviyyəsində müəyyən edilmişdir. Stop loss 74,7 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 31 iyul 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, KNG, satış üçün balans əməliyyatıdır. Balans sifarişi ilə bağlı video kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Guru Markets.